proyekt var, Pantone və hər il Pantone bir rəng seçilir və insanlar daha çox baxırlar o rənglərə, deyirlər ki, bu deməli ilin rəngidir. Deməli ilin rəngi budursa, deməli biz də buna yaxın bir şey etməliyik və bu da gətirir çıxardır rəng psixologiyasına. Bu reallıqdır. Məsələn, mavi, yaşıl rənglər daha çox sakit, daha güvənilir verir. Mavi rənglər isə daha stabil, daha belə dürüst tərəfdən yanaşmağı və daha çox belə yaşıla uyğun psixologiyanı törədir və bu tür bütün rənglərin də öz psixologiyası var. Niyə görə biz gördükdə qırmızı rəngi daha çox belə qırmızı rəngdən biraz imtina eləyirik. Çünki illərdir qırmızı rəngi yox, cancel, reject tipli yerlərdə istifadə eləyirik deyə və yaxud yollarda ən çox gördüyümüz SOS, yəni bu birinci şiddətli şəkildə insanı çağırır ki, birinci baxsın, fikri ora yayılsın və Protox qırmızıdır bu arada. Deməli cəlb eləməyi bacarırsınız və o tərəfdən də bu yanaşma illərdir davam eləyir. Hətta yollarda belə stop işarəsini görəndə o da qırmızıdır. Baxdıqda ilk olaraq yada düşən element nə olduğunu göstərir.